sual verilir ki, ölən insan üçün qəbirdə olan kəsə son mənzilə getdi ifadəsini demək küfürdürmü? Əgər insan bunu necə ateistlərin dediyi kimi deyərsə, bu küfürdür. Yəni onlar ateistlər deyirlər ki, son mənzilə yola saldıq. Yəni çünki onlar üçün son mənzildir. Onlar öləndən sonra dirilməyə inanmırlar. Amma halbuki qəbir son mənzil deyil. Qəbir ziyarət yeridir. Allah Teala buyurur: "Elhâkumut tekâthur hattâ zurtumul maqabir." Çoxluqla övünmək sizi yayındırdı. Nəhayət qəbirləri ziyarət etdiniz. Bunu eşidəndə bədəvi ərəb deyir ki, "Vallahi məzzairu bimuqim." Allaha and olsun ki, ziyarət edən qalan deyildir. Hətta zurtumul maqabir, qəbirləri ziyarət etdiniz, yəni ölüb getdiniz. Ziyarətçi, ziyarət edən insan orada qalmır. Ora əbədi qaldığı yer deyil. Deməli, burada əgər insan deyərsə ki, filan kəsi son mənzilə yola saldı, əgər bunu etiqad edərək deyərsə, bu küfürdür. Ona görə bu sözü deməkdən çəkinmək lazım.